O sənin o gördüyün var da, famil tərəfdən ona olunanlar. Bizim ikimizin də bildiyimiz bir şey var. O nələr yaşayıb ki, onu gözündən görmürsən və bugün Vəfaya ürəyin ağrır, o yadıva düşəndə. Bir Vəfaya yox ki, hansısa bir xanımın başına gəlsə ürəyim ağrıyar. Nə başına gəlib ki? Yəni, asan bir şeylər yaşamayıb da o xanımda, yəni. Asan bir şey. O deyir, nəysə belə yağlıya-yağlı, yağın üstünə deyir, çörəyin üstünə yağı çəkib belə yeyim deyə bir şey yox. Vəfaya hədə qorxu Mən onları bu gəlmir. ədə verməyəcəyini gör, bəsdir. Nifrət edirəm ücə olaraq. Yaxşı. Çünki dostluğu bacarmayan insanlar da ona görə mənlik deyirlər. Mən fərqli olmuşam onlara qarşı. Amma bugün burada olsa, qucaqlasa səni. Hə, qucaqlayaram. Niyə qucaqlamıram? Qucaqlayıram, elə biləm ki, əvvəlkidir. Çünki mən həqiqətən onu çox istəmişəm. Tam səmimi deyirəm. Çox istəmişəm. Qəribə bir artıq aramızda çox demirəm sənə, elə olurdu ki, mən artıq evimdə oturmurdum. O yeni ailə qurmuşdu, uşağı da balacaydı da. Ancaq deyirdi, mən haradasan, mən oya gedək. Başa düşdü, yəni belə. Bəlkə bugün qəlbi ağrıyır, qəlbi sızlayır. Bir qəlbi ağrıyır, hamıya ağrısında, yəni. Padruqaları var. Çoxdur. Mən inanıram ki, Vəfa səni çox istəyir. Mən ona çox inanıram və bilirəm ki, Vəfanın ürəyi doğrudan da yufka qəlbli deyirlər, o elədir və Allah onu xoşbəxt eləsin. bir qadındır. Düzdür, özünün xoşbəxtçiliyindən keçib. Artıq Vəfanın 36 yaşı var. Maşallah olsun, Məryəm böyüyür, məktəbə gedir, oğlu da böyüyür. Bilirəm ki, o da qarışqa kimi xanımdır. Yəni, işləyən xanımdır da. O bu dəqiqə əlləşir ki, balalar xoşbəxt olsun. O mənim kimi fikirləşir. Mən xoşbəxt ola bilmədiklərimi qoy balalarımı yaşasın, balalarım xoşbəxt olsun. Amma acı çəkir və sən onun acılarını bilirsən. O da sevgi istəyər də, o da istəyər sevilsin. Ondan sonra... Famil kimi birini seçərdinmi? Mən yox. Qətiyyən. Heç vaxt. Səbəb? Amma belə dəstək olur da. Dəstək nə olsun? Dəstək olan deyil, hər şey yaxşı olmaq o deməkdir ki. Dəstəyi normal insan da ola bilər. Xarakteri olaraq, yəni sakit, belə deyim, daha çox nəvaziş göstərən bir kişi də dəstək ola bilər insana.